və o problemlərlə yanaşı gün Azərbaycanda ictimai siyasi baxışını bilək, heç bir cinayəti olmadan qadınlarımızın həbsdə olması, mən kişilərlə danışmaq istəmirəm, yəni kişilər, demirəm kişilər həbsxanada qadınlar, amma qadınların xüsusi mövqeyi Azərbaycanda. Azərbaycan qadını gün həbsdə olmamalıdır. Çünki burada önəmli bir nöqtə var. Bu gün Leyla Yunusla Xədicə İsmail biz qorumasaq, o bizim evimizə gəlib çıxa biləcək qadınlarımıza. Bax, bu çox önəmli bir nöqtədir. Hakimiyyət bununla adiləşdirir qadın həbsini. Günlər görürsə, artıq əvvəl belə bir şeylər yox idi. Gülər Əhmədova həbsi başında mən çox narahat oldum. Niyə narahat oldum? Çünki o proseslərdə Gülər Əhmədova kiçik bir fiqur idi. O da böyük figurlar var. Adları çəkilmiş, onlar həbs olunmalıdır. Amma nə demək istəyirəm? O proseslə adiləşdirdi. Gülər Əhmədovun həbsi ilə bu vaxt narahat oldum. Bu qadını həbs elədilər. Bu bəhanədir. Azad fikirli, demokratik dəyərlərə söykənən, öz sözünü deyən qadınların həbsi başlayacaq. Çünki bu həbslə artıq o həbsin qapısını açır. Yəni biz bugün bir Azərbaycanlı olaraq öz qadınlarımızı qorumalıyıq. Azərbaycan qadınının yeri həbsxana deyil.